Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Xoş gördük hər birinizi. Bugün sizlərə çox gözəl, möhtəşəm bir həyət evi çəkib təqdim edəcəm. Paket kubda 5 otaqdan ibarətdir. Gördüyünüz kimi evimizin belə bir üz fasad görkəmi. Birinci mərtəbə monolit beton, ikinci mərtəbə monolit beton tikintinin sonunda kəmər beton atılıb. Gördüyünüz kimi avtomobil daxil olub qaraj hissəsinə. 2 avtomobil sərbəst şəkildə daxil ola bilir qaraj hissəsinə. Baxın, belə bir evimizin həyətyanı sahəsidir. Suyu, qazı, işığı, kanalizasiya sistemi mərkəzidir. Burada evimizin pilləkəninin alt hissəsi, kim istəsə buranı bir də bağlaya bilər, artıq əşyalarını da yığa bilər. Heç ona ehtiyac yoxdur, alt hissəsində köməkçi otaqları da var. Və keçək evimizin içərisinə, dəyərli izləyicilərimiz, Masazır qəsəbəsi Cantəpə ərazisində inşa olunub. Ən hündür bir ərazidir. 142 nömrəli marşrut xəttinə də çıxmaq olur. Buradan 569 nömrəli marşrut xəttinə çıxmaq olur. Evimizin gördüyünüz kimi belə bir dəhliz qarşılayır. Bölgü dəhliz vasitəsilə otaqlara bölgü dəhliz vasitəsilə bölünür və ikinci mərtəbəyə qalxan pilləkən hissəsi monolit betondur. Qranit gördüyünüz kimi istipolla təsdiq olunub. Evimiz ümumiyyətlə istipolla təsdiq olunub. Və keçək evimizin qonaq otağına. Baxın, gördüyünüz kimi belə bir gözəl, geniş qonaq otağı. TV stentinə kimi yığılıb, dəyərli izləyicilərimiz. Və burada mətbəxlidir. Belə bir gözəl, geniş mətbəx hissəsidir. Və çəkək evimizin otağına. Baxın, belə bir yataq otağı. Burada yerləşir sanitar qoşağı. Buradan da gördüyünüz kimi istipolun kollektor sistemidir. Buradan da qaraj hissəsinə giriş var. Və keçək evimizin ikinci mərtəbəsini sizlərə təqdim edim. İkinci mərtəbənin dəhliz hissəsidir, dəyərli izləyicilərimiz. Gördüyünüz kimi monolit betondur. Və ikinci mərtəbə döşəmə ümumiyyətlə istipolla təsdiq olunub. Burada eyvan hissəsidir. Və keçək evimizin otaqlarına. Baxın, burada yerləşir evimizin birinci yataq otağı. Belə bir gözəl, geniş yataq otağıdır. Və evimizin ikinci yataq otağı. Pəncərələrin hər birisinin qarşısı açıqdır. Evin də, torpağın da kupçası var. Dövlət ipotekasından da ala bilərsiniz. Baxın, üçüncü yataq otağı. Sanitar qoşaq, qiymət 138.000 manatdır. Real müştəriyə endirim olunacaq. İzlədiyiniz üçün təşəkkürlər.